Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi ve tahirin. Ve şerhi sadri minessirli emri ve hlubdeten min lisani yefkahu kavli amin ya Rabbil alemin. Ramazan ayının son günləridir. Mübarək Ramazan ayını artıq bitirmək üzrəyik. Ramazan ayının bizə öyrətdiyi, müsəlmanlara, iman əhlinə öyrətdiyi bir neçə dərslər var. Ən böyük həqiqət, ən böyük reallıq Ramazan ayında, mübarək Ramazan ayında Allah insana iki şiir edir. Yəni ki, bu da tək Ramazan ayında yox, başqa vaxtları da xüsusi təzahür edir. Həyat və ölüm. Həyat və ölüm. Dünyanın mənası, həyatın mənası, yaşayışın mənası iki şeydə, iki adi kəlmədədir. Həyat və ölüm. İnsan yaşayır və yaşayandan sonra dünyasını dəyişir. Quran-ı Kərimin bizə çatdırmaq istədiyi mətləb, Quran-ı Kərimin bizə vurguladığı istədiyi mətləb ki, bu əsas budur ki, siz yaşayırsınız və bir ömrün sonunda nəhayət sizin hamınızı qəbrə qoyacaqlar. Ki, Allah Peyğəmbərə deyir ki, İnnəkə məyyid və innəhu məyyidun. Ya Rasulallah, sən öləcəksən, hamı öləcək. Sən ən üstün bəndəsən, ən üstün şəxssən. Yaradılışda səndən üstün şəxsiyyət gəlməyib və gəlməyəcək. Sən də öləcəksən, səninlə bərabər bütün yaradılış öləcək. Kullun nafsu zaqidətil mevt. Quran deyir, bütün yaradılış ölümü məhkumdur. Kimliyindən asıl olmayaraq, biz hamımız öz gözümüzün qabağında görürük ki, heç buna bəlkə də Quran ayəsinə ehtiyac yoxdur. Real yaşadığımız həyatda görürük ki, dünən bizlə kimlər var idi, bugün kimlər var. Və bilmirik, sabah kimlər olacaq bizim yanımızda. Ümumiyyətlə bilmirik, sabah biz özümüz olacaq ya olmayacaq. Heç kəsin əlində, belə deyim, kağız yoxdur ki, sabah həyatda yaşayacaq və yaxud yaşamayacaq. İnsana az ömür verilir, insana məhdud ömür verir Allah Teala. Kimə 60 il, kimə 40 il, kimə 30 il, kimə 70 il, hərədə bir cürdür, hərə bir cür ömür yaşayır. Hər kəs bir cür həyat yaşayır. Allah insandan nə istəyir? İnnəmə xərəc, sizi yaratmışıq ki, insanlara və cinlərə bizə ibadət edirsiniz. Ramazan ayıdır, oruç ayıdır. Oruç tutmaq ən böyük ibadətdir. Namazdan sonra mən deyərdim ki, ibadətlər içində ən böyük ibadətdir. Bu ayda oruç tutmayan, bu ayda ayın artıq sonudur. 24-cü, 25-ci günüdür artıq. Bu ayda oruç tutmayan, ki, Peyğəmbərimizin gözəl hədisi var. Bu ayda bağışlanmayan, bu rəhmət ayında bağışlanmayan şəxs. Allahın rəhməti təzahür elədiyi vaxt bağışlanmayan şəxs bəs nə vaxt bağışlanacaq? Nə vaxt Allahın rəhməti ona gələcək? Ki, bu ay Allah rəhmətin açıq elanı hamıya. Dəvaytü ilə ziyafətullah Peyğəmbər buyurur. Tələs Allahın ziyafətinə. Allahın ziyafəti də nədir? Allahın rəhmətidir. Allahın rəhmətidir, tələsin Allahın rəhmətinə. Və nə deyir ki, ən bədbaxt adam o adamdır ki, bu ayda bağışlana bilməyir. Bu ayda Allahdan bağışlanmaq ki, bütün insanlar Allah Teala öz yaratdıqlarına bu mübarək Ramazan ayında ki, Ramazanın mənasını yandıran, günahları yandıran deməkdir. Bu ayda insan bağışlanmadısa, bəsinə vaxt bağışlanacaq. Allah bu ayda bütün günahları bağışlayır. Quran buyururlar, "Tanhaqqu min rəhmətillah." Allah rəhmətindən namid olmuyor. Hansı günahı eləməkdən asıl olmayaraq, nə edirsinizsə eləyin, Allah rəhmətindən namid olmuyor. Ölüm də həqiqətdir. Ölüm gələcək bir gün. Və gələndə soruşmayacaq, arzuların nə qədər idi? Hansı işləri görmək istəyirdin? Oğlumu evləndirmək istəyirdin? Ev tikmək istəyirdin? Maşın dəyişmək istəyirdin? Allah bunları soruşmur insandan. Quran deyir, hər bir kəsin bəlli bir vaxtında Allah onun canını aparacaq və ondan heç də soruşmayacaq.
Sən nə hansı arzuların var idi və yaxud hansı arzuların yox idi. Allah gəlir, aparır, ən üstün şəxs Allahdır. Ən üstün kəlam Allahın kəlamıdır. Bu aləmin bir dənə sahibi var. Bu aləmin bir dənə böyüyü var. O da Allah Teala'dır. Biz nisbi varlıq, bizim malikiyyətimizlə, hüququmuzla nisbidir. Bir zaman üçündür. 5 il, 10 il, 15 il, 20 il, 50 il, 100 il fərq eləməz. Fərq etməz kimdə nə qədər. Ölüm ki biz hamımız görmüşük. Həzrət Əleyhisselam nə deyir? Kəfə bil maut fittanma. Ölüm sizlər üçün ən gözəl muizədir. İnsan ölümü sizlər üçün ən gözəl muizədir. Filan kəs öldü, apardıq çinimizdə dəfn elədi, qayıtıb gəldi. İmam Əli nə deyir? O ölüm, o ölən şəxs sizlər üçün ən böyük xatırlatmadır ki, bir gün sizin üçün də bu qurulacaq, bir gün mənim üçün də bu olacaq. Uzaqda olan vaxtdır. Və hədisdir ki, elə ki, insanı qəbrə qoydular, yaxınları ki, yığışır yanına. İnsan görür ki, bir ömür, mənlə olan insanlar hamısı acizana dururlar, mənim dəfnimə baxırlar. Mənim dəfnimə baxırlar və bundan sonra nədir Peyğəmbər hədisidir? Hamısı yavaş-yavaş tərk edir qəbrəstanları. Həmin o ölən şəxs nida edir, işqirir, bunu bizə işitmir, Peyğəmbər deyir. Ki, məni qoyub hara gedirsiniz? Ay evladlarım, bir ömür sizin üçün əziyyət çəkdim. Məni qoyub indi bu soyuq torpaqda hara gedirsiniz? Belə deyək də, məcazi mənada cavab gəlir evladlardan ki, bir ömür əziyyət çəkdim biz üçün, başa düşdük. Halal haram demədim, gətirdim evə, başa düşdük. İndi bir dənə sən üçün bir şey deyə bilərik ki, sənin üçün ağlayaq, başqa heç deyə bilmərik. Xitab edəcək öz həyat yoldaşına ki, məni qoyub hara gedirsən, bir ömür sənlə yaşarım. O da həmin cavabı verəcək. Ki, sənin üçün ağlaya bilərəm, başqa heç nə. Deyəcək, ey malım, ey dövlətim, ey sərvətim. Sənin üçün bu qədər əlləşdim, gecəmi gündüzümə qatdım. Məni qoyub hara gedirsən? Cavab gələcək ki, səni qoyub getmirəm, bir dənə sənə verə biləcəyim bir dənə kəfəndir. Başqa heç nə. Bir dənə kəfən verə bilərəm sənə. Çünki Allah bana ancaq bunu icazə verir. Və onda nə gəlir insanın köməyinə, insan əməlləri, xeyir əməlləri. İnsanın xeyir əməlləri. Nə qədər ki, insan xeyir əməl görür, nə qədər ki, insan xeyrə can atır, xeyir işləri var, xeyir əməlləri var, onlar orada onun dalına çatacaq. İki şey insan ümidli olsun. Bir Allahın rəhmətinə, ki bir mənalıdır, bir də gördüyü xeyir əməllərə, xeyir işlərə. Ki bu Ramazan ayında iftar sürəsi vermək hədislərdə var, ən böyük xeyir əməldir. Peyğəmbər buyurur ki, bu Ramazan ayında iftar sürəsi verir, Allah bütün günahlarını bağışlayar. Bu Peyğəmbər hədisidir. İnsan Allahın rəhmətinin nail ola, ümidli ola, bir də ki, öz əməllərinə, xeyir əməllərinə. Ən böyük xeyir əməli hansıdır? Başqasına kömək eləmək, başqasına yardım eləmək yox. Ən böyük xeyir əməli insanın özünə. Xeyir əməl eləyərsən başqasına, kömək eləyə bilərsən o şəxsə, o da sənin üçün dua eləyə bilər. İnsanın özü özünə eləyə biləcək ən xeyir əməl hansıdır? Əlbəttə ki, namazı, əlbəttə ibadəti. İnsanın özü özünə eləyə biləcək ən xeyirli əməl. İnsanın öz namazı, insanın öz orucudur. İnsanın haramdan çəkinməyidir. Allaha yaxınlaşmalıdır. Allahın da rəhməti sonsuzdur bu ayda. Həzrəti Yusuf əleyhissalam, bilirik, Yusuf əleyhissalam Quranda adı zikr olunan Peyğəmbərdir, adına bir surə gəlir. Yəqin ki, kino filmində izləmişik. Durur bir gün baxır, öz sarayında, şah olandan sonra. Görür bir nəfər gəlir, çox imkansız paltarda, belə pis vəziyyətdə. Həzrəti Yusuf deyir ki, Peyğəmbər də axı. Onların taqəti yox idi bir dənə kasıb görəndə, bir dənə ehtiyaclı şəxs görəndə onun yanından düz keçsinlər. Onların taqəti yox idi, çünki Allahın xalis məqdələri idi. Deyir, çağır onun yanından mənim, gəlsin, otursun. Gətirirlər həmin o şəxsi, Həzrəti Yusuf ona yemək, paltar, hamısını verir ona və Cəbrail əleyhissalam nazır olur. Həzrəti Cəbrail.
Yusuf əleyhissalam baxır ki, Cəbrail əleyhissalam təəccüb edir. Deyir, təəccübün səbəbi nədir? Deyir, bilirsən, bu kimdir bu uşaq? Bu şəxs. Bu o şəxsdir ki, Züleyxə sənin boynuna şər atanda, köynəyini arxadan dartıb cıranda, bu körpü uşaq şəhadət verdi ki, arxadan cırmadı, qabaqdan. Qabağı arxadan cırdı. Həmən bu uşaqdır. Bunu eşidəndə Həzrəti Yusuf gətirir, malın bir hissəsini buna verir ki, bir zaman mənim haqlığıma şəhadət verir. Bunu görəndə deyir ki, Cəbrail əleyhissalam, sən bir dəfə sənin haqlığına şəhadət verən bir şəxs üçün bu qədər pul var verdinsə, gündə 5 dəfə Allahu Ekber deyən şəxs üçün, La ilahə illallah yoxdur Allahdan başqa ikinci məbud deyən bir şəxs üçün, mən təəccüb edirəm ki, Allah Taala qəbirdə, qiyamətdə o şəxs üçün nə verəcək? Sən adi Peyğəmbərsən, o aləmlərə Rəbb olmaqdır. Onun ki, rəhməti sonsuzdur. Bir dəfə sənin haqlıq var, bir dəfə sənin haqq olmaqla şəhadət verən şəxsə, sən bunu verdinsə, Allah Taala onun üçün gündə 5 dəfə, 5 azam vaxtı, La ilahə illallah deyən şəxs üçün Allah qiyamət günü, dünyada, ahirətdə nə verəcək, onu bir Allah bilir. Kədisdə var, Əs-sahmulli ənə-üczabi, oruc mənim üçündür, savabını da mən verəcəm, məndən başqa kimsə yox. Bəzisi də var ki, oruc mənim üçündür, savabı da mən elə özüməm. Heç kəs başa düşünür ki, bəzisin əsl mənası nədir? Ki, oruc mənim üçündür, savabı da mən özüməm. Yəni, bu ayda insan az susuz qalmaqla İmam Rıza əleyhissalam nədir? Deyir ki, Allah Taala bu ayı vacib edir ki, insan az susuz qalmaqla bir təbəqə, imkanlı təbəqə ki, Allah onlara ruzunu bol edib, bol getirib, bu ayda oruç saxlamaqla, oruç tutmaqla, az susuz qalmaqla özündən aşağı təbəqəni başa düşsün ki, onlar nə çəkirlər? Onlar nə çəkir? İnsanlar var ki, çox çətin vəziyyətdədirlər, kasıb vəziyyətdədirlər. İmam deyir ki, Allah bərabərliyi ayı gətirir bu ayı ki, bu adamlar ki, imkanı olan tədbirdə oruç saxlayırlarsa, Allah onlara xatırlatma edir ki, bu cür az qalan insanlar, sən Allahın əmrindən az qalmışsansa, sənə bir savab. İkincisi də budur ki, yadva düşsün ki, cəmiyyətdə məhrum insanlar var, cəmiyyətdə çox ehtiyaclı insanlar var. Allahın məhəbbəti, Allahın razılığı hardadır? İnsanlara yardım eləməkdə, insanlara kömək eləmək Allah yolunda. Allah bunu istəyir. Bir nəfər olur, deyim sözümü də tamamlayayım. Həccə gedir bu şəxs. 40 neçə yaşı olur səhvdən əmrəmsə. Ömrünün 20 neçə ilin bahar həccə gedir. Növbəti il çatır həccə gelməyə hazırlaşır. O zaman da belə dövlətin təyyarələrlə yığır nə ki imkanı var, pulu var hamısın ki həccə geçsin. Yolda gələndə görür ki, kərvandan gələndə bir xanımdır, üzr istəyirəm, ölü bir heyvanı düşür. Qurtdalayıb orasını burasın, yaxınlaşan həmin xanıma deyir ki, bu işi görməyinizə səbəb nədir? Deyir, soruşma mənimlə, onsuz da kömək eləməyəcəksən. Deyir, yox, xahiş edirəm ki, mənə deyəsiniz. Deyir, mən seyirəm. Yoldaşım dünyasını dəyişib, evdə 4 dənə də aç qızım var. 4 gündür də yemək yoxdur yeməyimiz. İndi gəlmişəm, mənə də şəriət cəhətdən icazəlidir ki, bu ölü heyvanın ətini yeməyə. Bu həmin şəxs durur, fikirləşir ki, vay olsun mənə. 25 dəfə həccə getmişəm, 27 dəfədir. İndi burada bu cür məhrəm insan var, bu cür ehtiyaclı insan var, özü Peyğəmbər balasıdır. Mən bunu görüb yanına ötüb düz həccə gedəcəm. Nə ki var idi, hamısını verir o xanıma. Nə ki toplamışdır, özü qayıdır, gəlir, həccə getmir. Bir müddət keçir, həclər qayıdır, həcdən deyir ki, hacı, Allah qəbul eləsin, səni gördük Məkkədə, Minada falan. Deyir ki, axı mən həccə gelməmişəm, siz bunu necə görə bilərsiniz? Deyir, yox, elə sən edin orada, bizdən bir yer edin. Təvafı da bizdən bir yerdə eləyirdi. Çox maraqlı gəlir buna, yatır yuxuda Peyğəmbəri görür. Peyğəmbər deyir ki, hacı filan kəs, Allah qəbul eləsin. Deyir, ya Rasulallah, axı mən həcdə olmadım. Deyir, düzdür ki, olmadım. Amma həcdən qat-qat üstün iş gördüm.
mənim balamı bir seydəni o vəziyyətdə bütün varlıq imkanı verdim ki, o az qalmasın. Və qayıtdım, gəldim. Allah bir mələk təyin edir ki, sənin yerine gəlsin, həcdə bütün o ehramlara yerinə yetirsin. Və bu da azdır. Allah bir mələk, həmin mələk vacib edib ki, qiyamətə qədər nə qədər ki, həcc olacaq, hər il o mələk sənin surətində gəlib o həcci təvaf edəcək və Allah da o həccin savabını sənə yazacaq.